Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Sertifikasiyanın imtahan mərhələsində və müəllimlərin işə qəbul imtahanında iştirak edəcək şəxslər üçün e, Fuad Quliyev və Mahir Sərkəlinin müəllifi olduğu coğrafiya sınaqlar toplusu sınaq 12-nin suallarını, izahlarına baxacaq. Birinci sualdan başlayırıq. Sualın şərtində məlumatlar çoxdur. Biz bunu hissə-hissə şəklin çəkə-çəkə işləyəcəyik. Deyir ki, birinci səyyah başlanğıc məntəqədən əvvəlcə cənub istiqamətində 5 kilometr. Deməli, bura səyyahın başladığı məntəqədir. Buradan cənub istiqamətində 5 kilometr. Gəldi 5 kilometr. Daha sonra 270 dərəcəlik azimutla daha 5 kilometr. Buradan da bu istiqamətdə yenə 5 kilometr. Daha sonra demək hərəkət etmişdir. Birinci səyyah gəldi, burada dayandı. İkinci səyyah isə birinci səyyahın hərəkətə başladığı məntəqədən əvvəlcə qərbə 7 kilometr. Demək, buradan qərbə doğru bura kimi 5, buradan da bura 2 kilometr getsə olur 7 kilometr. 7 kilometr getmişdir. Sonra 0 dərəcəlik azimutla 8 kilometr hərəkət etmişdir. Demək, buradan 8 kilometr şimala doğru getmişdir. Hərəkət etmişdir. İkinci səyyah da gəldi, dayandı burada. Daha sonra üçüncü səyyah haqqında məlumat qeyd olunacaq deyir. Üçüncü səyyah isə ikinci səyyahın çatdığı məntəqədən əvvəlcə 180 dərəcəlik azimutla 13 kilometr. Demək, buradan 13 kilometr cənuba doğru. Buradan bura kimi gəlsək 8 kilometr eləyər. Buradan da 5 kilometr aşağı gələndə gəlib 13 kilometr. Çatırıq bura. Üçüncü səyyah gəldi, dayandı burada. Deyir, buradan da 7 kilometr şərqə getmişdir. Şərqə getmək üçün sağa gedirik. Buradan bura kimi 2 kilometr, buradan bura kimi də 5 kilometr. Deməli, cəmi oldu 7 kilometr. Gəldi, üçüncü səyyah dayandı burada. Bax, burada. Bizdən nə soruşur? Deyir, üçüncü səyyah birinci və ikinci səyyahın hərəkətə başladığı məntəqəyə hansı azimutla gedə bilər? Birinci və ikinci səyyahın hərəkətə başladığı məntəqə haradır? Bax, bura. Buradan bura getmək üçün bu istiqamətdən istifadə edərik, yəni şimal istiqamətindən. Bizə şimal istiqamət yox, onun azimutunu soruşur, yəni 0 dərəcə. Cavabımız olacaq 0 dərəcə. Birinci sualdır. Demək, 0 dərəcə D variantı. Keçək növbəti suala. İkinci sualın şərtində qeyd olunur ki, materiklərin ucqar nöqtələrindən şimal yarımkürəsində yerləşənləri müəyyən edin. Gəlin bunun üçün dünyanın fiziki xəritəsinə baxaq. Birdə qeyd olunur Parinyas burnu. Parinyas burnu yerləşir Cənubi Amerikanın ucqar qərb nöqtəsində, təxminən bura düşür. Burada ekvator xəttindən aşağıda yerləşir, yəni şimal yarımkürəsinə düşmür. Deməli, cavabda Parinyas burnu olmaz. 2-də qeyd olunub Qalinas burnu. Qalinas burnu yerləşir Cənubi Amerikanın ucqar şimal nöqtəsində, həm də ekvator xəttindən yuxarıda yerləşir. Deməli, Qalinas burnu sualın cavabında olacaq. Demək, cavabda 2 olacaq. 3-də Piyay burnu. Piyay burnu Avrasiyanın ucqar cənub nöqtəsidir və ekvator xəttindən yuxarıda yerləşir. Yəni, şimal yarımkürəsinə düşür. Cavabda Piyay burnunu da götürə bilərik. 4-də Mariato burnudur. Baxaq Mariato burnunu. Mariato burnu ucqar Şimal Amerikanın ucqar cənub nöqtəsidir və ekvator xəttindən yuxarıda yerləşir. Yəni, şimal yarımkürəsinə düşür. Cavab olacaq Qalinas burnu, Piyay burnu və Mariato burnu. Y variantı. Növbəti sual 3-cü sualdır. 3-cü sualda qeyd olunur ki, yer kürəsi orbit müstəvisinə 63 dərəcə meyilli olsaydı, tropik işıqlanma qurşağının cənub sərhədi ilə cənub mülayim işıqlanma qurşağının cənub sərhədi arasındakı ən qısa məsafə 1/22 milyon 200 min miqyaslı xəritədə neçə santimetr olardı? Deməli, hal-hazırda yerin orbit müstəvisinə meyillik dərəcəsi
66,5 dərəcədir, amma sualın şərtinə görə bu meyilliyin dərəcəsi dəyişib 63 dərəcə olub. Gəlin bunu şəkil üzərində göstərək. Deməli, əgər yerin orbit müstəvisinə meyillik dərəcəsi 63 dərəcə olarsa, bu zaman tropiklərin dərəcəsi 27 dərəcədən keçəcək. 27 dərəcə şimal, 27 dərəcə cənub. Bizə nə lazımdır? Tropik işıqlanma qurşağının cənub sərhədi, yəni 27 dərəcə cənub enliyi. Məntəqəmizin biri budur. Digəri isə cənub mülayim işıqlanma qurşağının cənub sərhədi. Cənub mülayim işıqlanma qurşağının cənub sərhədi düşür 63 dərəcə cənub enliyinə. Bunlar arasındakı məsafəni tapmaq üçün arada dərəcə fərqini taparıq. Yəni 63 ilə 27-nin dərəcə fərqi eləyər 36 dərəcə. Sonra onu 111-ə vurarıq və iki məntəqə arasındakı məsafəni, həqiqi məsafəni tapmış olarıq. Demək, 36 dərəcəni 111-ə vuranda eləyir 3996 kilometr. Bizim tapdığımız bu ədəd iki məntəqə arasındakı həqiqi məsafədir. Yəni, tropik işıqlanma qurşağının cənub sərhədi ilə cənub mülayim işıqlanma qurşağının cənub sərhədi arasındakı həqiqi məsafədir. Bir də bizə miqyas verib. Miqyas 1/22.200.000-dir. Gəlin bu miqyasın kəmiyyətini tapaq. 5 0 silsək qalır 222 kilometr. Xəritə üzrə məsafəni tapmaq üçün yazırıq həqiqi məsafə, yəni 3996 bölünsün. Demək, 3996 bölünsün 222 miqyasın kəmiyyəti. Bu da eləyər 18 santimetr. Cavabımız olacaq Y variantı. Üçüncü sualda. Növbəti suala baxaq. Növbəti sualımız dördüncü sualdır. Dördüncü sualın şərtində qeyd olunur ki, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Euler-Venn diaqramında yer kürəsindəki eralar verilmişdir. Paleozoy, mezozoy, kaynozoy. Və aşağıda baş vermiş hadisələr göstərilmişdir. Bunları biz eralara uyğunlaşdırmalıyıq. Bax, A variantında qeyd olunmuş fikrə. Qeyd olunur ki, Aralıq, Qara, Xəzər və Aral dənizləri bir-birindən ayrılmışdır. Yəni, demək istəyir ki, Tets okeanı parçalanmışdır. Tets okeanının parçalanması aiddir Kaynozoy erasına. Kaynozoy. 3B variantında qeyd olunur ki, 3 geoloji dövrə malikdir. Paleozoyun geoloji dövrləri Kembri, Ordovik, Silur, Devon, Karbon və Perm 6 dənə. Mezozoyda Trias, Jura, Təbaşir 3 dənədir. Kaynozoyda isə Paleogen, Neogen və Antropogen 3 dənədir. Demək, Mezozoy ilə Kaynozoyun geoloji dövrləri 3 dənə olacaq. Yəni, B variantını biz hara götürə bilərik? 6-ya. Mezozoy ilə Kaynozoyun oxşarına. Burada həm demək, Mezozoy, Kaynozoy 6-nı bura veririk. A-nı hara uyğunlaşdırdıq? 7-yə. 7-də A-dır, 6-da B-dir. Daha sonra baxıram C variantına. Qeyd olunur ki, Fanerozoy eonuna aiddir. Ümumiyyətlə, yer kürəsində bilirik 2 eon var. Kriptozoy ilə Fanerozoy. Kriptozoy gizli həyat idi. Ora aid idi Arxey ilə Proterozoy. Amma Fanerozoy aşkar həyat idi. Bura aiddir Paleozoy, Mezozoy, Kaynozoy. Yəni, Venn diaqramında verilən 3 eranın 3-ü də Fanerozoya aiddir. C-ni götürəcəyik hər üçü üçün oxşar, yəni 5-ə. D variantında qeyd olunur ki, deməli, bu erada yaranmış dağlara Afrika materikində rast gəlinir. Təbii ki, burada biz Paleozoy və Kaynozoyu götürməliyik. Çünki Mezozoya aid olan hər hansı bir dağın Afrikada olması haqqında bir məlumat yoxdur. Paleozoy yaşlı burada qədim dağlardan Əjdaha və Kap dağlarını, Kaynozoy yaşlı cavan dağlardan Atlas dağlarını nümunə göstərə bilərik. D variantı uyğun gəlir 4-də. 4-də D. Y variantına baxaq. Y-də qeyd olunur ki, Pangeya qurusu Lavrasiya və Gondwana qurularına parçalanmışdır. Pangeyanın parçalanması Paleozoyda baş vermişdir. Yəni 1. Lavrasiya və Gondwanada müasir materiklərə parçalanır, amma o Mezozoya aid olacaq. F variantında qeyd olunur ki, Pantalas müasir okeanlara bölünmüşdür.
müasir okeanlara. Müasir sözü varsa bunu biz mezozoya götürürük. F uyğun gəlir 3-ə. G variantı Taymır yarımadasının ərazisi bu erada formalaşmışdır. Taymır yarımadasının ərazisi bu erada formalaşmışdır. Taymır yarımadası tərəfi götürəcəyik biz burada. Demək, həm paleozoy, həm də ki mezozoy. Hər ikisinin oxşar. Burada 2-ni uyğunlaşdırdıq. Demək, 1-də oldu cavabımız Y, 2-də oldu C, 3-də F, 4-də D, 5-də C, 6-da B, 7-də A. Cavab olacaq A variantı. Növbəti sual 5-ci sualdır. 5-ci sualın şərtində deyir ki, düzgün fikirləri müəyyən edin. 1. Yamal, Qıdan, Taymır, Alyaska və Kola yarımadalarının sahillərini eyni okean suları yuyur. Gəlin xəritə üzərində baxaq. Demək, burada Taymır yarımadası, daha sonra Qıdan yarımadası və Yamal yarımadası. 3 yarımadanın da sahillərini şimal buzlu okean suları yuyur. Daha sonra sualımızın variantında qeyd olunurdu Kola yarımadası. Kola yarımadasının da sularını şimal buzlu okean suları yuyur. Bir də bunlardan başqa burada var idi Alyaska yarımadası. Gəlin baxaq. Alyaska yarımadası burada yerləşir. Alyaska yarımadasının sularını isə sakit okean suları yuyur. Şimal buzlu okean suları yumur. Yəni sualın variantında qeyd olunmuş bu fikir səhv fikirdir. Demək, bir səhvdir. Bizdən doğru variantları soruşurdu. 2. İkinci fikir belədir. Avstraliya materikində mövcud olan tropik iqlim qurşağı yalnız tropik işıqlanma qurşağında yerləşir. Gəlin baxaq. Demək, burada tropik qurşaq əhatə edir bu hissələri. Tropik işıqlanma qurşağı isə bura qədər davam edir. Yəni, buradan yuxarı hissələr tropik işıqlanma qurşağıdır. Buradan aşağı tropik işıqlanma qurşağı deyil. Artıq mülayim işıqlanma qurşağıdır. Yəni, bu fikir də səhv fikirdir. Demək, ikinci fikir də səhv oldu. 3-ə baxırıq. Deməli, materik tipli yer qabığının sahəsi quru səthinin ümumi sahəsindən daha böyükdür. Bəli, bu doğru fikirdir. 3 götürəcəyik. 4. Transqressiya nəticəsində yer kürəsinin orta illik temperaturu artır. Bilirik ki, regressiya nəticəsində orta illik temperatur azalır. Transqressiya nəticəsində isə orta illik temperatur artır. 4 də doğru fikirdir. 5. Eyni əraziyə aid olan xəritələrin miqyası böyüdükcə divarda tutduğu sahə kiçilir. Eyni əraziyə aid olan xəritələrin miqyası böyüdükcə divarda tutduğu sahə kiçilir. Divarda tutduğu sahə kiçilmir. Divarda tutduğu sahə də böyüyür. Yəni, belə olmalıdır. Bu fikir səhv fikirdir. Çünki əgər divarda tutduğu sahə kiçilsə, deməli biz həmin xəritəni miqyasını da kiçiltmiş hesab etməliyik. Ərazinin miqyası kiçildəndə ərazi özü də kiçilir. Amma burada deyir ki, xəritələrin miqyası böyüyür. Miqyas böyümək o deməkdir ki, ərazi özü də böyüyür. Bu fikir səhv fikirdir. Ruapehu və Pinatubo vulkanları adada yerləşir. Ruapehu vulkanı Yeni Zelandiya adasındadır, Pinatubo vulkanı Filippin adasındadır. Bu fikir doğru fikirdir. Cavab olacaq B variantı. 6-cı sualda deyir ki, zirvələri atmosfer təzyiqinin artmasına görə sıralayın. Nəzərə alın ki, dəniz səviyyəsində atmosfer təzyiqi normaldır. Gəlin bu dağların hündürlüyünə baxaq və qeyd edək. Qalxapigen Skandinaviya dağlarının ən yüksək zirvəsidir. Hündürlüyü 2469 metr. Demavend İranda sönmüş vulkandır. Demək 5610 metr. Narodnaya Ural dağlarının ən yüksək zirvəsidir. Olacaq 1895 metr. Elbrus Qafqaz dağlarının ən yüksək zirvəsidir. Hündürlüyü 5642 metr. Mont Blanc Alp dağlarının ən yüksək zirvəsidir. 4807 metr. Mitchell Appalas dağlarının ən yüksək zirvəsidir. Hündürlüyü 2037 metr. Biz nə etməliyik? Biz atmosfer təzyiqinin artmasına görə sıralamalıyıq. Bilirik ki,
dağın ətəyindən zirvəsinə doğru getdikcə təzyiq azalır. Hər 100 metrdə 10 millimetr azalır və buna barik pillə deyilir. Yaxşı, onda hansı dağın hündürlüyü çoxdursa, orada təzyiq azdır və bizdən təzyiqin artmasına görə sıralamaq tələb olunursa, deməli hündür dağdan başlayıb hündürlüyü alçaq olan dağa doğru getməliyik. Burada başlayacaq ən hündür dağımız deməli 4-dür, 4 Elbrus. Daha sonra 2 Demavend. Sonra gələcək 5 Mont Blanc. Daha sonra 1. Sonra 6. Ən axırda 3. 425, 163. Cavab olacaq burada C variantı. Sual 7. Qeyd olunur ki, uyğunluğu müəyyən edin. Filiz mənşəli faydalı qazıntı yataqları, qeyri-filiz mənşəli faydalı qazıntı yataqları. Baxaq. 1. Gilgətsay. Gilgətsay yatağı aiddir civəyə. Civə də nədir? Filiz mənşəlidir. Deməli, bu olacaq filiz mənşəli, yəni birinci. Başqışlaq, çovdar başqışlaq barit yatağıdır. Barit də aiddir qeyri-filiz mənşəli. Bu olacaq ikinci. İpək, göydərə ipək, xromit yataqlarıdır. Xromit filiz mənşəlidir, yəni 1. Güryan, təbii qaz yatağıdır. Təbii qaz yatağı olduğuna görə biz bunu götürürük. Deməli, qeyri-filiz mənşəli, yəni ikinci. Hökməli, Hacıvəlli hökməli yataqlar var ölkəmizdə, kvars kum yataqlardır. Bunlar da nə gedir? Qeyri-filiz mənşəli. Diaqçay, Paraqaçay diaqçay, molibden yatağıdır. Molibden özü filiz mənşəlidir. 1-ə uyğun gəlir. Vejnəli, qızıl yatağıdır. Filiz mənşəlidir. Çıraqdərə, kükürd yatağıdır. Kükürd ikinci, yəni qeyri-filizdir. Şahtaxtı, travertindir. Travertin qeyri-filiz mənşəlidir. Hamançay dəmir filiz yatağıdır, filiz mənşəlidir. Deməli, indi baxaq. Filiz mənşəliyə uyğun gəldi 1, daha sonra 5, 2, 4, 10. 1, 2, 4, 5, 10. 3, 6, 7, 8, 9 da uyğun gələcək qeyri-filiz mənşəliyə. Cavabımız A variantı. Sual 8. Quruda yerləşən neft yataqlarını müəyyən edin. Ölkəmizdə həm dəniz, həm də ki, quruda neft yataqları çıxarılır. Dənizdə Azəri, Çıraq, Günəşli, Alov, İnam, Danulduzu, Oğuz, Əşrəfi, Qarabağ yataqları. Quruda isə Muradxanlı, Mollakənd, Qaraçala, Siyəzən, Bibi Heybət, Pirallahı, Yasamal. İndi Qaraçalanı götürəcək burada. Daha sonra götürürük Muradxanlı, bir də ki, Pirallahı. 1, 4, 6. Cavabımız B variantı. Növbəti sual 9-cu sualdır. Dağ yamacında yerləşən və atmosfer təzyiqinin 470 mm civə sütunu olduğu məntəqədə ilin ən isti dövründə qeydə alınan havanın temperaturu 10,2 dərəcə olaraq qeydə alınmışdır. Bunu nəzər alıb qar xəttinin keçdiyi hündürlüyü müəyyən edin. Qar xəttinin keçdiyi hündürlükdə temperatur 0 dərəcəyə bərabər olmalıdır. Gəlin görək, havanın temperaturu 0 dərəcəyə düşməsi üçün neçə metr hündürlük tələb olunur? Bilirik ki, hər 1000 metr hündürlüyə havanın temperaturu 6 dərəcə dəyişir. Bəs havanın temperaturunun deməli 10,2 dərəcə dəyişməsi var burada. Yəni qeyd edə bilərik ki, x metr hündürlüyə 10,2 dərəcə dəyişər. Buradan da x bərabərdir. 10,2-ni 1000-ə vurub 6-ya bölərik. Bu da eləyəcək 1700 metr. 1700. Deməli, dağın yamacındakı bu məntəqədən, yəni bu məntəqənin hündürlüyü neçədirsə, həmin məntəqədən 1700 metr yuxarı qalxsaq, qar xəttinin keçdiyi hündürlüyü görərik. İndi gəlin biz tapaq görək bu dağın yamacında yerləşən məntəqənin hündürlüyü neçə metrdir? Və həmin məntəqədən biz 1700 metr yuxarı qalxıb sualımızın cavabını tapacaq.
Həmin məntəqənin hündürlüyünü tapmaq üçün bizə belə burada bir məlumat verilib, kömək. Deyir, dağın yamacında yerləşən və atmosfer təzyiqinin 470 mm civə sütunu olduğu məntəqə. Bu məntəqənin hündürlüyünü tapmaq üçün biz belə bir məlumata baxırıq. Bilirik ki, okean səviyyəsində, yəni 0 metr hündürlükdə təzyiq normal təzyiq hesab olunur, 760 mm civə sütunu. Amma bu dağın hər hansı bir yamacıdır, burada təzyiq 470-ə düşüb. Görək 0 metrdən neçə metr yuxarı qalxanda təzyiq bu qədər azalar. 760-dan biz 290 mm civə sütunu təzyiq azaltsaq, təzyiqimiz 470-ə düşəcək. Bəs 290 mm civə sütunu təzyiq neçə metr hündürlüyə bərabərdir? Təzyiqin dəyişməsi belə xarakterizə olunur. Hər 100 metr yuxarı qalxdıqca, demək 100 metrə 10 mm civə sütunu təzyiq azalırsa, neçə metr hündürlüyə təzyiq 290 mm azalar? Təbii ki, 2900 metr hündürlüyə. İndi biz tapdıq ki, dağın yamacındakı bu məntəqənin hündürlüyü 2900 metr hündürlüyə bərabərdir. Bəs qar xətti hardan keçər? Qar xəttinin keçdiyi məntəqəni tapmaq üçün 2900 metrin üzərinə gələcək 1700 metr. O da olar 4600 metr hündürlük. Yəni qar xəttinin keçdiyi hündürlük 4600-ə bərabərdir. Cavabımız oldu C variantı. 9-da cavab C-dir. Növbəti sual 10-cu sualdır. Doğru olmayan fikirləri müəyyən edin. 1. Aralıq dənizi 3 qitənin sahillərini yuyur və 3 yarımkürədə yerləşir. Demək, Aralıq dənizi yuyur Avropanın sahillərini, Afrikanın sahillərini və Asiyanın sahillərini. Yəni 3 qitənin sahillərini yuyur. Və Qrinviç xətti bu dənizi kəsir. Bir hissəsi şərqə, bir hissəsi qərbə və ümumiyyətlə şimal yarımkürəsinə düşür. Yəni 3 yarımkürə 3 qitənin sahillərini yuyur. Bu fikir doğru fikirdir. Bir doğrudur, amma bizə doğru olmayanlar lazımdır. İkinci varianta baxaq. Antarktida materikində oazislərə rast gəlinir. Bəli, oazislər Antarktida materikində var. Buz örtüyündən azad olmuş ərazilərə deyirlər. 2 doğru fikirdir, amma bizə yanlışlar lazımdır. Demək, 2 də cavabda olmayacaq. 3. Siklonun mərkəzində yüksək atmosfer təzyiqi müşahidə edilir və cənub yarımkürəsində saat əqrəbinin istiqamətində hərəkət edir. Bəli, siklon cənub yarımkürəsində saat əqrəbi istiqamətində hərəkət edir, amma mərkəzində yüksək yox, alçaq təzyiq müşahidə olunur. 3 səhvdir. Bizdə doğru olmayanlar lazımdır. Demək, 3 götürəcək. 4. İki materik tipli litosfer tavaların konvergenti sərhədləri subduksiya zonaları adlanır. Subduksiya okean tavası və materik tavasının toqquşma zonasında baş verir. Burada isə 2 dənə materik tipi deyir. Bu da səhvdir. Demək ki, 4-də cavabımız da olacaq. Daha sonra 5 və 6. 5-də qeyd olunur. Xəzər dənizi sahilində Glauber duzu çıxarılır. Glauber duzuna Türkmenistanın Qaraboğaz göl körfəzində rast gəlinir. Yəni, Xəzərin sahilində Glauber duzu çıxarılır. 5 doğru fikirdir. Amma bizdən yanlışları soruşur. Sırdərya çayı Türkmenistan, Qazaxıstan və Özbəkistan ərazisindən axır. Türkmenistan ərazisindən axmır. 6 da səhvdir. Cavab olacaq 3, 4, 6. D variantı. 11. Cədvəlin aid olduğu məntəqəni müəyyən edin. Burada orta yağıntı miqdarı qeyd olunub. 12 ayın cəminə görə orta yağıntının miqdarı 505 mm olacaq. 505 mm yağıntı Lənkəranda olmaz. Lənkəranda yağıntı 1400-1405 arasında dəyişir. Göyçayda olmaz, az olar. Sumqayıt az olar, Şahbuz olmaz, amma Xankəndidə 505 mm yağıntı götürə bilərik. Cavab D variantı uyğun gəlir. Mənsəbləri əsas və keçid iqlim qurşağında yerləşən çayları müəyyən edin. 1. Orinoco. Orinoco çayının mənsəbi düşür
Bura, yəni subekvatorial qurşağı. Subekvatorial qurşağı da keçid iqlim qurşağıdır. Demək, biri verdiyi, Orinokonu verdiyi keçidə, yəni ikinciyə. Əslində burada D-ni silməməliyik. C variantını bir dənə silirik. 2 Amur çayı. Gəlin baxaq. Amur çayının mənsəbi düşür mülayim iqlim qurşağına. Mülayim iqlim qurşağı da əsas iqlim qurşağıdır. Demək, burada götürəcəyik Amuru əsasa. Yəni 1-də 2 olacaq. 1-də 2, 2-də 1. Bu variant getdi. 3 Müqəddəs Lavrenti. Müqəddəs Lavrenti çayının mənsəbi mülayim iqlim qurşağıdır. Yəni əsas iqlim qurşağıdır. Müqəddəs Lavrentini də veririk 1-ə. Demək, 1-də 2 var, 1-də 3 var. Cavab ya A olacaq, ya da B. İndi isə baxaq 4 Mississippiyə. Baxmırıq Mississippiyə, çünki Mississippi hər iki variantda keçiddədir. 5 ilə 6-nı yoxlayaq. 5 Murray çayı. Murray çayının mənsəbi düşür bura. Subtropik qurşağa, yəni keçid iqlim qurşağına. Murray-də keçidə uyğun gəlir. Elba isə 6 uyğun gələcək əsasa. Cavab A variantı. Günəş sisteminə daxil olan planetləri xəyallı ox ətrafında fırlanma müddətinin artmasına görə sıralayın. Venerada xəyallı ox ətrafında fırlanma müddəti 243 günə bərabərdir. 243 gün. Marsda 24 saat 47 dəqiqə. Yerdə 23 saat 46 dəqiqə. Merkuridə 58 gün. 58 gün. Demək, bizə lazımdır bu müddətlərin artmasına görə. Düzək, bir axırda gələcək. Başlayacaq 3-lə, 3, daha sonra 2, Yer, Mars, Merkuri, axırda Venera. A variantı. 14. Verilmiş iqlim diaqramının aid olduğu ərazi üçün xarakterik xüsusiyyətləri seçin. Burada diqqətlə baxaq. Yağıntıların miqdarı əsasən ilin soyuq dövründə düşür, yay ayları quraq keçir. Və yağıntı miqdarı 1402 mm-dir, temperatur 14 dərəcəyə bərabərdir. Lənkəranın iqlim qrafikidir. Həmin ərazi üçün xarakterik olan məlumatları seçək. 1. Çayları əsasən ilin soyuq dövründə bolsul olur. Bilirik ki, Lənkəranda yayı quraq keçən mülayim isti iqlim tipi xarakterikdir. Yay ayları quraqdırsa, rütubətli dövr ilin soyuq dövrünə aiddir. 1 doğru fikirdir. Demək, cavabda 1 var. Daha sonra baxaq 2-yə. Sitrus bitkiləri üçün sitrus bitkilərin becərilməsi üçün təbii şərait mövcuddur. Amma burada mövcud deyil yazıb. 2 səhvdir. 2 olmaz. 3. Qara torpaqlar geniş yayılıb. Əslində Lənkəranın torpaq tipi sarı torpaqlardır. 3 də səhvdir. Cavab B variantı olacaq. Növbəti sual. 15. Okean cərəyanları və aysberqlər səbəb ola bilər. Okean suyunun duzluğunun dəyişməsinə bəli. Təbii ki, həm cərəyanlar, həm aysberqlər duzluğun dəyişməsinə səbəb ola bilər. 1 düz. 2. Okean sahillərinin formalaşmasına təsir göstərə bilər. Doğru fikirdir. Okeanların səviyyəsinin kəskin dəyişməsinə səbəb ola bilməz. 3 olmaz. 4. Qabarma və çəkilməyə səbəb olan yerin daxili enerjisidir. Coriolis qüvvəsi nəticəsində bu hadisə baş verir. 4 də səhvdir. Okean suyunun temperaturunun dəyişməsinə bəli, təsir göstərə bilər. Bilirik ki, cərəyanlar buna xüsusən təsir göstərir. Endogen mənşəli dalğaların formalaşmasına da təsir göstərmir. Cavab olar 1, 2 və 5. Yəni 15-də cavab D variantı. Duzluluğu 40 promil olan 1 litr suyun duzluluğu 25 promilə qədər azaldılmışdır. Bu suyun üzərinə neçə litr duzluluğu 0-a bərabər olan su əlavə edildiyini müəyyən edin.
Gəlin belə bir tənasübdən istifadə edək. Demək, əvvəl suyun duzluğu 40 promil imiş və bu 40 promil olan suyun duzluğu azalıb olub 25 promil. Demək ki, bu suyun üzərinə şirin su əlavə olunub. Nə qədər su əlavə olunduğunu bilmirik. Yazaq 1 litr üzərinə gəlirik x litr bərabərdir 40 promilə. Yəni 40 qrama. Və axırda duzluq neçə olub? 1 litrə 25 qram. Bu tənasübü həll edək. Yazarıq 25 üzərinə gələrik 25x bərabərdir 40-a. Və buradan tapırıq ki, x bərabərdir 0,6. Cavabımız 0,6 eləyər. C variantı. Növbəti suala baxaq. 17-ci. Su anbarlarını yerləşdikləri inzibati rayonları müəyyən edin. 1. Aşıq Bayramlı İsmailiyadadır. 2. Xaçınçay Ağdamdadır. 3. Varvara Yevlaxda, Nohurqışlaq Qəbələdə. Y variantı. 18-də deyir ki, bir neçə ölkənin ərazisində yerləşən coğrafi obyektlər. Bunları seçək. Timor adasında həm Şərqi Timor, həm də İndoneziyanın ərazisi kimi iki ölkə ərazisi kimi götürə bilərik. Demək, cavabda 1 var. Daha sonra burada 3 Limpopo çayı, Zimbabwe, Mozambik, Cənubi Afrika Respublikası bir neçə ölkə ərazisindən keçməklə cavabda götürmək olar. 6-da Odra çayı, Polşa, Almaniya, Çexiya kimi ölkə ərazilərindən keçir və 7-də Cenevra gölü Fransa və İsveçrənin sərhədində yerləşir. 1, 3, 6, 7. Cavabımız 1, 3, 6, 7. İnari gölü Finlandiyadadır. Sulawesi adası demək İndoneziyada yerləşir. 19-cu suala baxaq. Çayın mənbəyində havanın temperaturu -5 dərəcə, mənsəbində -13 dərəcə. Demək, burada -5, burada -13. Gəlin, çayın mənsəbi və mənbəsi arasındakı temperatur fərqini tapaq. 13 dərəcədən çıxarıq -5-i. Bu da eləyər 18 dərəcə. 18 dərəcə. 18 dərəcəmiz neçə metrə bərabərdir? Əgər 1000 metrimiz 6 dərəcədirsə, onda 3000 metrimiz 18 dərəcəyə bərabərdir. Yəni, çayın mənbəyi və mənsəbi arasında 3000 metr fərq var. Hündürlük fərqi var. İndi isə bizə verilmiş çayın xəritə üzrə məsafəsi 20 sm, miqyası isə 12.500.000 miqyasda verilib. Biz bu çayın həqiqi uzunluğunu tapa bilərik. Həqiqi uzunluğunu tapmaq üçün xəritə üzrə uzunluq 20 vurulsun miqyasın kəmiyyəti, yəni 125. O da bərabərdir. 2-ni 125-ə vursaq 250 eləyər. Arxasına bir dənə 0 yazaq, olsun 2500. Və bizdən nə soruşur? Çayın orta meylliyini soruşur. Çayın meylliyini tapmaq üçün onun düşməsini uzunluğuna bölərik. Düşməsi 3000 idi, bayaq tapmışdıq. Uzunluğu da 2500 indi tapdıq. O da bərabər 1,2 metr bölünmüş kilometr. Cavab olacaq Y variantı. Növbəti sual. Respublikamızın ərazisində yerləşən gölləri qərbdən şərqə doğru sıralayın. Demək, Ağzıbirçala göl qərbdən şərqə doğru sıralayın deyir. Şərqdən qərbə doğru sıralayın deyir. Şərqdən qərbə doğru. Ağzıbirçala gölünü götürərik birinci, Xəzərin sahilində. Daha sonra Sarısu gölü, Acnohor gölü, Göygöl və ən axırda Candar göl. Gürcüstanla sərhəddədir. 1, 3, 2, 5, 4. C variantı. 21-ci sual. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Təbii zona, torpaq örtüyü, rast gəlinən yarımada. Savanna və seyrək meşələr, torpaq örtüyü, qırmızı, qonur, bəli, doğrudur. Rast gəlinən yarımadadakı Arnhem-Lent, Avstraliya materikinin şimalında yerləşir, doğrudur. Bir də səhv yoxdur, bir doğrudur.
Birdə həm 3-5 var, həm 4-6 var. 2-yə baxmırıq, 3-ə baxaq. Həmişəyaşıl codyarpaqlı meşə və kolluqlar, demək, subtropikin Aralıq dənizi iqlimi tipi üçün səciyyəvi təbii zonadır. Torpaq örtüyü qəhvəyidir, amma Breton yarımadasında bu təbii zonaya rast gəlinmir. Bu fikir səhvdir. Cavab olacaq 1, 4, 6 C variantı. Tayqa, podzol torpaqlar və Skandinaviya yarımadası, eyni zamanda meşə tundra, tundra qleyli Labrador yarımadası. 22-ci sual. Respublikamızın endemik bitkilərini müəyyən edin. Endemik bitkilər, yəni hər hansı bir ərazi üçün xas olan bitkilərdən söhbət gedir. Qarabağ dağ lələsi, Xəzər səfəranı, Lənkəran zambağını götürə bilərik. Bir də relikt bitkilər var, dəmir ağac, saqqız ağacı, eldar şamı, bu kimi. Cavab burada C variantıdır. Daha sonra baxaq 23-ə. Mütləq hündürlüyü 1500 metrdən az olan dağ silsilələrini müəyyən edin. 1. Ləngəbə silsiləsi. Ləngəbə silsiləsinin ən yüksək zirvəsi Səndələn dağıdır. Təxminən 1000 metrə yaxın hündürlüyü var və 1500 metrdən az hündürlüyə malikdir. Deməli, cavabda 1 var. 2. Xocaşen silsiləsi. Xocaşen silsiləsində də hündürlük 1500 metrdən aşağıdır. 2-ni də götürərik. 3. 3-də qeyd olunur Dübrar. Dübrarda hündürlük 2205 metrdir. 1500 metrdən azdır, yəni çoxdur. 3-ləri çıxaq. 1, 2, bir də 5. Vurovar silsiləsi. Tropik xətti ilə kəsişən səhraları müəyyən edin. Atakamadır, Böyük Nəfud, Kiçik Nəfud, Namib, Dəştülüt, Muxavi. Gəlin baxaq. Birinci Atakama səhrasına baxırıq. Atakama səhrası mövqe etibarilə bu əraziyə düşür və cənub tropik xətti ilə kəsişir. 1-i götürəcəyik. Baxaq indi Namib səhrasına. Namib səhrası bu ərazilərdə yerləşir, cənub tropiki tərəfindən kəsilir. Yəni, cavabda Namib səhrası da var. 1, 3, 4. Bir də Kiçik Nəfud. Növbəti sual, 25-ci sual. Asiyanın sosialist ölkələrini müəyyən edin. Çin, Koreya Xalq Demokratik Respublikası, Vyetnam və Laos. E variantı. 26. Əmək ehtiyatına daxil deyil. 1. İxtisasına uyğun iş tapmayan diplomat daxildir. Yay vaxtı çimərlikdə işləyən ali məktəb tələbəsi daxildir. Təqaüdə çıxmış sürücü artıq təqaüdə çıxıb. Bu daxil deyil. 3-ü götürdük. 4. Xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alaraq iş qabiliyyətini itirmiş elektrik montöru artıq iş qabiliyyətini itiribsə əmək ehtiyatına daxil deyil. 7-ci sinif şagirdi. 7-ci sinif şagirdi 16 yaşdan aşağıdır, daxil deyil. Restoranda günəmuz çalışan 20 yaşlı gənc daxildir. Cavabda 3, 4 və 5 D variantı. Xəritə sxemlərdə verilmiş A adasını B adasından fərqləndirən əlamətləri müəyyən edin. A adası Madagaskara, B adası Yeni Qvineya adasına aiddir. Yalnız bir ölkəyə məxsusdur. Madagaskar adası Madagaskara məxsusdur, amma Yeni Qvineya adası isə Papua Yeni Qvineya və Indoneziyaya məxsusdur. Yəni 2 ölkəyə. Demək, birinci fikir doğrudur. Cavabda 1 var. Daha sonra baxaq ikinci fikrə. 2 işıqlanma qurşağında yerləşir. Madagaskar adasını tropik xətti kəsir. Tropik xətti kəsdiyinə görə həm tropik işıqlanma qurşağı, həm də mülayim işıqlanma qurşağına düşür. Yeni Qvineya adası isə ekvatora yaxın yerləşir və yalnız tropik işıqlanma qurşağına düşür. 2 də doğru fikirdir.
Cavabımız olacaq 1, 2 və 6. Altda qeyd olunur. Sahilləri yalnız Hind okeanı suları ilə yuyulur. Madaqaskara aiddir, amma Yeni Qvineyada həm Sakit okean, həm də Hind okeanı sularına yuyulur. 1, 2, 6. %28. Deməli, sualda deyir, yer kürəsinin orbit müstəvisinə meyillik bucağının dəyişməsi nəticəsində şimal coğrafi qütbü ilə şimal qütb dairəsi arasındakı ən qısa məsafə 1665 kilometr olmuşdur. Buna əsasən Günəş hansı ölkələrdə zenitdə ola bilməz? Gəlin baxaq. Hal-hazırda şimal qütbü ilə şimal qütb dairəsi arasındakı ən qısa məsafə 90-dan çıxarıq 66.5-i vurarıq 111-ə, eləyər 2608.5. Amma bu hal-hazırda sualın şərtinə görə 1665 kilometrə bərabərdir. Nə etmək lazımdır? 1665-i bölərik 111-ə, elədi 15 dərəcə. Deməli, nəyi tapdıq? Tapdıq ki, şimal qütbü ilə şimal qütb dairəsi arasındakı dərəcə fərqi 15 dərəcəyə bərabərdir. Onda şimal qütbünün dərəcəsi 90-dırsa, şimal qütb dairəsi neçə olmalıdır? Təbii ki, 75 olmalıdır. Əgər şimal qütb dairəsi 75-dən keçirsə, bu zaman tropiklər keçir, hardan? 15 dərəcə şimal və 15 dərəcə cənub enliyindən. Buna səbəb nə oldu? Yerin orbit müstəvisinə meyillik bucağının dəyişməsi. İndi burada sualın şərtinə görə hansı ölkələrdədir Günəş zenitdə ola bilməz? Yəni, o ölkələr 15 dərəcə şimal və 15 dərəcə cənub enliklərindən kənarda yerləşsin. Xəritə üzərində baxanda biz görürük ki, Botsvanadır, Haitidir, Paragvaydır və Omandır. Cavab B variantıdır. Bu ölkələr 15 şimal və 15 dərəcə cənub enliklərindən kənarda yerləşirlər. 29. Müəssisənin bir sutkalıq enerji sərfiyyatı 120 ton neftdir. Yəni, bir sutkada 120 ton neft istifadə edir. Müəssisə 30 sutkanın 12 sutkasını yanacaq çatışmazlığı səbəbilə daş kömürlə işləmişdir. Müəssisənin sutkalıq 30 sutka müddətində sərf etdiyi yanacağın ümumi çəkisinin neçə ton olduğunu hesablayın. Neftin istilik vermə kilokalorisi demək, istilik vermə misalı 1,5-dir. İstilik tutumu 10.500, daş kömürdə isə 7.000. Demək, 10.500-ü bölərik 7.000-ə, vurarıq neçəyə? 120-yə. Bu da eləyər 180. Daha sonra 180-i vurarıq neçə günə kömürlə istifadə edib? 12 günə. 180 vurulsun 12. Bu da eləyəcək deməli 2160. 2160 ton tapdıq kömürə görə istifadə etməni. Bir də 18 gündə, əgər 12 gün kömürlə işləyibsə, 18 gündə neftlə işləyib. 18 günü də neftlə işləyibsə, nefti bir günə 120 ton işlədir. 18 günə hesablayanda 18-i vırırıq 120-yə. Bu da eləyir 2160. Ümumi olaraq 2160, 2160, 4320 ton yanacaq işlətmişdir. Cavab olacaq D variantı. D. Növbəti suala baxaq. Cədvələ əsasən adam başına düşən dəmir filizi ehtiyatının artmasına görə ölkələri sıralayın. Demək, ehtiyatların sayını, ehtiyatların miqdarını daha doğrusu əhali sayına bölərik və artmasına görə sıralasaq, gələcək 1, sonra 4, 3, 2. Y variantı. 31-ci sual. Verilmiş bitkilərin daha çox əkildiyi ölkələri seçin. Pambıq. Pambığı götürərik isti yerlər. Özbəkistanla Misir. Çəltik. Əsasən şərqi, cənub-şərqi Asiya ərazilərini götürmək olar. Burada uyğun gəlir Tayland, İndoneziya. 5-6. Buğda isə mülayim iqlim qurşağında Qazaxıstan, Ukrayna. 1-4. Cavab oldu A variantı. 32.
Respublikamızda yalnız 2 inzibati rayonla sərhəd olan inzibati rayonları seçin. 2 inzibati rayonla. Demək, Zaqataladır, bir hissəsi Balakənə, bir hissəsi Qaxa. 2 var cavabda. Daha sonra götürəcək 3 Ağstafa, Qazaxla Tovuz və 5 Şərur, Sədərək, Şərur, Naxçıvan. 2, 3, 5. Digər rayonları götürmürük. 2, 3, 5. Gəlin bunu xəritə üzərində göstərək. Demək, biz götürdük cavabda Ağstafa, bir hissə Qazaxa düşürdü, bir hissə Tovuza düşürdü. Zaqatala, bir hissə Balakən, bir hissə Qaxa və Balakənə düşürdü. 2 dənə. Bir dəqiqə. 33-cü sualda deyir ki, xəritə sxemlərdə təsvir olunan A və B ölkələri üçün ümumi olmayan əlaməti müəyyən edin. A. Braziliya, B isə Hindistandır. A variantı. Ərazisində yerləşdiyi qitənin ən uzun çayı axır. Hindistan yerləşir Asiyada. Asiyanın ən uzun çayı Yansızı çayıdır. Yansızı çayı da Hindistandan axmır. Elə bu fikir ümumi deyil. Növbəti sual 34-cü sualdır. Azərbaycan Respublikasının ərazisində yerləşən ən əsas nəqliyyat qovşaqlarının yerləşdiyi şəhərləri seçin. Demək, nəqliyyat qovşaqları. Xaçmaz ola bilməz. Biləsuvar olmaz. Şəki yoxdur. Demək, 3 var Yevlax. Şirvan, Bakı, Gəncə. 3, 4, 7, 8. Y variantı. 35. Xəritə sxemi əsasən rəqəmlərlə verilmiş coğrafi obyektlərdən hansının yeri səhv göstərilmişdir? Baxaq. 1. Süveyş kanalı doğrudur. 2. 2 verilib nə? Nasir Asuan. 2 rəqəmi hardadır? 2-yə baxarıq, 3-ə baxaq. 3-də Süveyş körfəzi, 4 Əkəbə körfəzi, 5 Qırmızı dəniz. Düzdür. 2-ni görmədim burada tam olaraq. 1, 3, 4, 2. Ha, 2 buradadır. Burada yox. Deməli, Nasir Asuan su anbarı. Nasir su anbarı Nil çayının üzərindədir. Burada deyil, bu səhvdir. Bizdən də səhvi göstərməyə soruşurdu. C variantıdır. 36-cı sual. Şimal istiqamətində 6660 km hərəkət etdikdən sonra onun çatdığı coğrafi enlikdə yer kürəsinin xəyali ox ətrafında fırlanma sürəti 90 dəqiqədə 1921,5 km olarsa, onun hərəkətə başladığı coğrafi enliklə il ərzində günorta vaxtı günəş şüalarının minimum düşmə bucağının 66,5 dərəcə olduğu coğrafi enlik arasında qalan ən qısa məsafənin miqyası bu olan xəritədə 6,2 cm olduğunu nəzərə alaraq təhrifin neçə kilometr olduğunu müəyyən edin. Gəlin məsələni hissə-hissə işləyək. Deməli, səyyah şimal istiqamətində hərəkət edir. Nə qədər? 6660 km, yəni 60 dərəcə. Hardan tapdıq 60 dərəcədir? 6660-ı böldük 111-ə. Və çatdığı enlikdə yerin fırlanma sürəti 90 dəqiqədə 1921,5-dir. Bəs görək 1 saatda neçə dərəcə fırlanır? Onu tapmaq üçün yazırıq. 90 dəqiqəyə 1921,5, 60 dəqiqə x. 1921,5-i 60-a vurub 90-a bölərik. Bu da eləyər 1281. Deməli, həmin enliyin üzərində yerin öz ox ətrafında fırlanma sürəti 1 saatda 1281 km-dir. Bu da uyğun gəlir 40 dərəcə şimal enliyi, yaxud da 40 dərəcə cənub enliyi. Yəni 40 dərəcə paralelin üzərində gəlib çatır.
Görək hansı paralel gəlib çata bilər, şimala yoxsa cənuba? Çünki 40 dərəcə enliyin üzərində 1 dərəcəlik qövsün uzunluğu götürülür 85,4 kilometr və onu 15-ə vuranda 1281 eləyir. Yəni bizim tapdığımız cavab eləyir. Demək, səyyahın çatdığı məntəqə ya 40 dərəcə şimal enliyidir, ya 40 dərəcə cənub enliyidir. Baxaq. Sualın şərti deyir ki, səyyah şimal istiqamətində 60 dərəcə getdikdən sonra gəlib bura çatır. Bura 90 dərəcədir. 90 dərəcədən 60 dərəcə yuxarı qalxsaq, gəlib 30 dərəcəyə çatırıq. 40-a çatmırıq. Demək ki, səyyah cənubda, yəni cənub tropikindən aşağıda yox, şimal tropikindən aşağıda hərəkət edib. O hansı məntəqə olmalıdır? Baxaq. Bura 40 dərəcə şimal enliyidir. Bura ekvatordur. Burada 20 dərəcə cənub enliyidir. Yəni, səyyahın hərəkətə başladığı məntəqə 20 dərəcə cənub enliyiymiş ki, buradan 6660 kilometr və yaxud da 60 dərəcə şimala getsək, gəlib çatırıq 40 dərəcə şimal enliyi üzərinə. Və deyir ki, bu enliklə il ərzində günorta vaxtı günəş şüalarının minimum düşmə bucağının 66,5 dərəcə olduğu coğrafi enlik arasında qalan ən qısa məsafənin. O hansı enlikdir ki, ora günəşin il ərzində minimum düşmə bucağı 66,5-dir? Təbii ki, ekvator. Buradan 20 dərəcə cənub enliyindən ekvatora qədər ən qısa məsafə nə qədərdir? 2220 kilometr. Bu məsafə belədir. Amma bir də bizə bunu miqyasla hesablamağı tələb eləyir. Xəritənin miqyasın kəmiyyətini taparıq. 1, 2, 3, 4, 5, 400. 400-ü vuraq 6,2-yə. Demək, 400 vur 6,2. 2480. 2480-dən çıxacaq 2220-ni. Cavab eləyəcək 260. Tapdığımız təhrif 260-dır. D variantı. Cavab oldu D. Növbəti sual 37-ci sualdır. Deyir ki, 37-də Zəfər yolunun keçdiyi inzibati rayonları müəyyən edin. Füzuli, Xocavənd, Xocalı, Şuşa. B variantı. Xəritə sxeması əsasən Rusiyanın türk dilli respublikalarını müəyyən edin. Türk dilli respublikalar. Demək, burada olacaq Tataristan, Başkırdistan, Çuvaşiya. Bura Başkırdistan, Tataristan, burada Çuvaş. 2, 4, 6. Y variantı. 39. Uyğunluğu müəyyən edin. Bakı şəhərinə aiddir. Demək, Buzovna qəsəbəsi, Lökbatan qəsəbəsi. İkidə Sumqayıta aiddir. Hacı Zeynalabdin Tağıyev qəsəbəsi və Corat qəsəbəsi. Abşerona aiddir. Saray qəsəbəsi və deməli, nə qaldı burada? Ceyranbatan qəsəbəsi. B. 1-də CF, 2-də AC, 3-də YB. 2-də AC. Yox, bir dəqiqə. Burada nəysə səhv elədik biz. Bir daha baxaq. Deməli, Bakı şəhərinə götürdük. C. Buzovna. Bir də Lökbatan. Bir də CF. 2-də Sumqayıta götürürük. Hacı Zeynalabdin qəsəbəsi, Tağıyev qəsəbəsi A. Bir də Corat qəsəbəsi D. 1-də CF, 2-də AD, 3-də Abşerona da aid olacaq B və Y. Sarayla Ceyranbatan. 1-də CF, 2-də AD, 3-də BY. C variantı götürdük 39-da. Sonuncu sual 40-cı sualdır. Süni və sintetik materiallar və kimyəvi lif
kimya sənayesinin hansı sahəsinə aiddir? Polimerlər kimyasına aiddir. D variantı. Və 12-ci sınağın sonuncu sualına gəlib çatdıq. Sağ olun.